Hər şeydən öncə bu danışığı tərtiblədiyiniz üçün sizlərə təşəkkürlərimi bildirmək istərəm. İranda son həftələrdəki ayaqlanmaların səbəblərinə gəlincə, bildiyiniz kimi bu ayaqlanmaları sadəcə bir alanda nədənlərini axtarmaq doğru deyildir. Bildiyiniz kimi bu ayaqlanmalar İranda əxlaq polisinin gözaltına aldığı Məhsa Əminə adlı bir qadının gözaltı sırasında məruz qaldığı sərt davranışın sonucunda həyatının itirməsi ilə başlayır və olaya təpkilərlə bərabər toplumun bir çox kəsiminin etirazlarına səbəb olur və gedərək bir çox kəsimin arasında yayılır. Bölgələr, İrandakı fərqli bölgələr, coğrafi bölgələrdə bu olaylara daxil olur və bəlli bir sınıfla sınırlı qalmayır. Üniversitələr və İrandakı gənclik bu etirazlarda bəlirgin bir rol almaya başlayır və görünən o ki, bu etirazlar ölkə siyasətinin gedişatını dərindən etkiləməyə başlayır. Seçimlərin sərbəst olmaması, yəni bu etirazların nədənlərinə və səbəblərinə gəlincə, əsasda toplumun fərqli kəsimlərinin öz görüşləri və kimliklərinə görə, çıxarlarına görə qatılım haqqının olmaması, seçimlərin hakim zümrənin çıxarlarına görə sürəhli bir manipulasiyona məruz qalması, hakimiyyətin iqtisadda şəffaf davranmaması, siyasətdə hesab verə bilir olmaması, qadınların sürəhli aşağılanmaya məruz qalması, toplumun zamanın şərtlərinə və dəyərlərinə görə deyil, tutucu kökdəncə dəyərlər əsasında şəkilləndirilməyə çalışılması, eğitim qurumlarının bu amac doğrultusunda geniş bir şəkildə kullanılması, bu bir çox nədən, yəni üst-üstə gələrək İrandakı mövcud şərtlərin və etirazların daha da geniş bir şəkildə toplumun fərqli qatmanları, fərqli kəsimlərin arasında yayılmasına və gedərək də böyüməsinə və qısa sürədə də bitməyəcəyinə və İrandakı siyasəti yenidən fərqli bir məcrada, fərqli bir şəkildə şəkillənməsinə nədən olacağına yol açdı. Bildiyiniz kimi İrandakı siyasi opozisyon bütün deyil və onlardan bir çıxış yolu gözləmək deyil. Tam tərsinə burada bizim Azərbaycan məsələsi ətrafında fəaliyyət göstərən hər kəsin aktiv bir şəkildə toplumla ilgili, toplumun tələbləri ilə ilgili görüşlərini ortaya qoyması daha faydalı ola bilər və burada bizim üstümüzə düşən, yəni bizim üzərimizə düşən İranda demokrasi, özgürlük, insan haqları, eşitlik, çevrə və bir çox məsələ haqqında qayğısı olan və bu qavramlardan və bu fikirlərdən yazıların içində demokratik bir çərçivədə dilləndirmək, demokratik bir dillə ortaya qoymaq. Və bildiyiniz kimi burada bu İrandakı yeni şərtlərdə yaranan bu siyasi etirazlarda, bu toplumsal etirazlarda özgürlükdən, demokrasidən və haqlardan yeni bir oxunuşlar ortaya çıxır və hər kəsim, yəni opozisyon olaraq özünü tanıdan kəsimlər demokrasidən, insan haqlarından və özgürlükdən fərqli bir rəvayətlər ortaya qoyurlar. Hər kəs öz rəvayətini ortaya qoymaya çalışır və biz də yəni demokrasidən, insan haqlarından və özgürlükdən öz oxunuşumuzu ortaya qoymalıyıq. Və bu oxunuşlar sürəhli bir-birləri ilə rəqabət halındadılar, basqın olmaq üçün və biz burada demokrasidən çoxunluqçu, yəni çoxunluğa əsas alan bir rəvayətə qarşı
bütün toplumun kəsimlərinin demokratik tələblərini və demokratik haqlarını öncələyən, diqqətə alan və bunları siyasi bir mücadilədə öncəlik verən və bir baxış açısı ilə hərəkət eləyərək öz demokrasiya və insan haqları tələblərimizlə dair oxunuşumuzu ortaya qoymalıyıq və bizim üçün əlzəm olan, daha önəmli olan, daha acil olan bir radikal demokrasi fikrimizi və tələblərimizi ortaya qoymağımızdır. Azərbaycan Milli Hərəkatı hər şeydən öncə, yəni çox uzun bir keçmişi olan bir hərəkətdir və toplumun fərqli tələblərini və ehtiyaclarının tərcümanı olmalıdır hər şeydən öncə. Yəni orada bir siyasi, bir ictimai mücadilə var. Toplumun inkar olunan həqləri var və hər şeydən öncə bizə düşən, Azərbaycan Milli Hərəkatının üzərinə düşən toplumun fərqli kəsimlərinin ehtiyaclarının və tələblərinin tərcümanı olmaqla birlikdə Azərbaycan toplumunun savunulması, yoxsulluğun yükünün altında əzilən, sürətli aşağılanmaya məruz qalan və sürətli itilən, haşiyəyə sürüklənən, bildiyiniz kimi mərkəzlə çevrə arasında bir boşluq var və bu boşluq sürətli yəni gedərək böyüyən bir boşluqdur və bizim üçün və bizim üzərimizə düşən çevrə qonumunda olan Azərbaycan xalqının ehtiyaclarını kültür alanında, siyasət alanında, fərqli alanlarda bunları sürətli dilləndirmək. Amma bu dilləndirmə sırasında kullanacağımız dil toplumun fərqli kəsimlərini qucaqlayan bir dil olmalıdır və demokrasiyadan bayaq da dediyim kimi güncəl günümüzün şərtlərinə, günümüzün dəyərlərinə uyan bir modeli ortaya qoymaqdır.